Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akademik İsa Həbibbəyli Albaniya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Besart Kadiya ilə görüşüb. AMİA-nın riyasət heyətində baş tutan görüş zamanı çıxış edən Akademik İsa Həbibbəyli Azərbaycanla Albaniya arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrindən bəhs edib. Akademik İsa Həbibbəyli iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayıb. Bu çərçivədə Azərbaycanla Albaniyanın elmlər akademiyaları, akademik qurumlar arasında əlaqələrinin qurulmasının və bu istiqamətdə əməkdaşlıq müqaviləsinin imzalanmasının məqsədə uyğun olacağını bildirib. Görüşdə çıxış edən Albaniya Respublikasının Azərbaycandakı səfiri Besart Kadiya isə ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin elmi-mədəni sahədə də genişləndirilməsinin vacibliyinə toxunub. Səfir Azərbaycan elminə və mədəniyyətinə böyük maraq göstərdiklərini vurğulayaraq akademiyalar arasında əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib. Görüş zamanı akademiyalar arası əməkdaşlıq müqaviləsinin mətninin hazırlanaraq tərəflərlə razılaşdırılması qərarı alınıb. Çıxışlardan sonra Akademik İsa Həbibbəyli qonağa Azərbaycanın tarixinə həsr olunmuş kitab hədiyyə edib. Qonaqlar AMİA-nın riyasət heyətinin binası ilə tanış olub, onun tarixi barədə ətraflı məlumat verilib. Leyli Naimik qızı, Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.